Süni intellektlə hazırlanmış foto, video və audio materiallara dair yeni tələblər müəyyənləşib. Bundan sonra süni intellektlə bağlı bu tələbə riayət etməyənlər azadlıqdan məhrum edilə və ya ən yaxşı halda cərimələnə bilər. Məbləğ də az deyil, 150 manatadək cərimə nəzərdə tutulur. Məsələ Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu İnsan Hüquqları Komitələrinin iclasında müzakirəyə çıxarılıb. Bundan sonra kimlərsə süni intellektlə foto və video hazırlayanda 2 dəfə düşünməli olacaq. Çünki süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilmədən yayılması qadağan olunur. Millət vəkili Bəhruz Məhərrəmov deyir ki, bəzi şəxslər süni intellektdən istifadə edərək ayrı-ayrı şəxslərin işgüzar nüfuzuna xələl gətirir. Artıq bunun qarşısı alınacaq. Cinayət Məcəlləsində təklif edilən dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, şəxsin özündən icazəsiz, onun səsindən, görüntüsündən istifadə etməklə süni intellekt texnologiyaları ilə hazırlanmış materialların yayılması bu artıq məsuliyyət yaratsın. İnzibati Xətalar Məcəlləsində təklif olunan yeni maddəyə görə foto, video və ya audio materialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə, həmin materialların sözügedən texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma olmadan mediada kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarından və ya informasiya telekommunikasiya şəbəkələrində yayılmasına görə 80 manatdan 150 manatadək məbləğdə cərimə ediləcək. Süni intellektlə seksual xarakterli material hazırlayanlar 3000 manatdan 7000 manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər, habelə 3 ilədək azadlığın məhdudlaşdırılması eyni müddətdə azadlıqdan məhrum etməklə cəzalandırılacaq. Həmin maddiyə əsasən də 7 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulacaq. Yəni bütün bunlar əslində cəmiyyətdə insanın daha təhlükəsiz yaşayışına, xüsusən indiki virtual məkanda onun şərəfinin, ləyaqətinin qorunmasına birbaşa xidmət edən amillər kimi nəzərə alınacaq. Xatırladaq ki, müzakirə olunan qanun layihəsi plenar iclasa tövsiyə olunub. Turanət Ağızzadə, Samiray Əlizadə, ATV Xəbər.